Az büdcə ilə biz bir çox ölkəni gəzə bilərikmi? Baxırıq ki, qiymətlər baha, başlayırıq gəlgil eləməyə, biletlər yaman baha idi. Bakıdan Romaya 100 manata, 200 manata gedib gəlmək olur. Qış səyahəti yoxsa yay istirahəti? Avqustda gedərsən Romaya, burnundan gələr bütün səyahəti. Mən həyatımda 2 dəfə şok yaşamışam. Biri Hindistana birinci dəfə gedəndə yaşamışdım. İkinci şoku isə Yaponiyada yaşamışdım. Mən ölkələr var ki, deyirəm ki, bir də bura gəlmərəm. Məsəl üçün Əfqanistana bir də getmərəm. İndi bilirəm bu komplimentar səslənəcək, amma Azərbaycan mətbəxinə çatan yoxdur. Yəni. İnsan heç vaxt öz sevgisinin səbəbini izah edə bilmir. İtaliya yoxsa Xorvatiya? Mən öncədən hamısını İtaliya deyirəm. İtaliya, bəli. Mən bildim ki, əslində biz bura gələndə burada artıq dayanacaq. Salam, bu Havada Qalan Söhbətlər verilişinin ilk buraxılışıdır elə. İlk qonağımız da 100-dən çox ölkədə olmuş. Səyahət deyiləndə yada düşən ilk simalardan biri. Jurnalist, bloger və mənim əsas kumirim Azər Qəribdir. Azər bəy, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Təşəkkür edirik. Belə bir layihədə bizim ilk qonağımız oldunuz. Xeyirli olsun. Təşəkkür. Düşünürük ki, ümumiyyətlə, yəni biz öncədən də bunu fikirləşdik ki, əgər bir səyahətdən danışırıqsa, ilk dəfə siz olmalısınız. Və elə ilklərdən danışırıqsa, istərdim belə bir sualla başlayaq ki, Azər Qərib ilk səyahətini necə xatırlayır? Mən ilk səyahətimi xatırladığım ilk səyahət mənim yəqin ki 4-5 yaşım olardı. İlk dəfə təyyarəyə minməyim valideynlərimlə. Bax, o yadımdadır. Hansı ölkəyə səyahət etmişdiniz? O vaxt ölkə bir idi. Sovet dövrü idi. O vaxt xaricə getməyə imkan yox idi. Moskvaya gedirdim. Mənim atam orada aspiranturada oxuyurdu. Yadımdadır ki, bax, dəhlizlə qaçırdım ora-bura, quyruğunu saç edim. Sərnişinlər mənə çağırırdılar. Kim konfet verdi, kim məsələ. Çox az yaşlarda. Bəs 4 ya 5 yaşım olardı. O dövrdə xatırladığım yalnız bu xatirədir. Sonradan bəs rəsmi olaraq artıq siz mən səyyah olacağam və bir çox ölkələri gəzəcəm dediyiniz anda ilk hansı ölkədən başladınız bu işə? Yox, mən o belə sərhəd qoya bilmirəm özümdə. Çünki mən 12 yaşında da ilk dəfə tək getmişəm, yəni məktəblə, valideynlərsiz. Və sonralar 9-cu, 10-cu sinifdə. Yəni belə bir dövrü xüsusi qeyd edə bilmərəm ki, buradan başladı mənim səyahətlərim. Belə mən yadıma düşdüyüm elə səyahətlərdə olmuşam. Yəni 100-dən çox ölkə və hər dəfə fərqli ölkələrə səyahət edirsiniz. Təbii ki, izləyicilərə də bu maraqlıdır ki, ümumiyyətlə biz səyahət edən zaman ilk olaraq orada nələri nəzərə almaq? Yəni burada xüsusi bir meyarlar varmı? Məsələn, Azər Qərib gedən zaman ölkələri nəyə əsasən seçir? Bu bir növ trayektoriyanı. İlk növbədə yəqin ki, hamı kimi mən də cibimə uyğun ölkə seçirəm. Həmişə büdcə məsələsi ilk düşünülən məsələlərdən biridir, büdcə. Mən belə bir orijinal bir məsləhət verə bilmərəm, çünki hərənin öz prioritetləri var. Kimi dağ kurortlarını sevir, kimi böyük şəhərlərin Dəlisov həyatını sevir, kimi dəniz qırağını sevir. Yəni, insan individual olaraq özünə hansı bir marşrut seçir və o marşrutla da gedir. Xüsusi, yəni belə təlimatlarım yoxdur. İndi bilirsiniz, indiki zamanlarda daha asandır səyahət etmək, çünki bizim vaxtlarda internet yox idi. Hansı bir ölkə haqqında məlumat toplamaq üçün geri gedəydin kitabxanaya, hansı kitabı götürəydin, oxuyaydın. İndi şükür Allah, bir-iki kliklə istədiyin məlumatı ala bilirsin. İnternet dövründə, yəni haranı istəyirsə araşdırıb. Çox asanlaşıb. Amma bizim araşdırdığımıza görə Azər Qəribin xüsusi bir İtaliya sevgisi var. Bura rəğbət hardan yaranıb sizdə ümumiyyətlə? Bunun qaynağı nədir? İnsan heç vaxt öz sevgisinin səbəbini izah edə bilmir. İstər qadınlara sevgi olsun, istər şəhərlərə sevgi olsun və yaxud hansı bir ləziz xörəklərə. Yəni, ürəkdən ürəyə deyirlər, yol var da. Mənim də ürəyimdən İtaliya yolum düşdü ilk dəfə və elə o vaxtdan da mən sevirəm, bu ölkəni sevirəm. Oxşarlığımız çoxdur. Müsahibənizi birində qeyd eləmişdiniz ki, ümumiyyətlə Azərbaycanda biraz doğmalıq var, oxşarlıq var. Var, doğmalıq var. Onlar da bizi kimi Dəlisovdular, onlar da emosionaldılar, onlar da yeyib-içməyi sevirlər, geyinməyi sevirlər. Mərddirlər, düşmənçilikdə də mərddirlər, dostluqda da mərddirlər. Emosiyalarını gizlətməyə lüzum bilmirlər.
yəni xoşum gəlir. Həm də ki, bilirsiniz, İtaliyada qədim Roma imperiyasının torpaqlarıdır. Orada olan memarlıq abidələri heç yerdə yoxdur, yəni öz tarixinə görə. Məsəl üçün, başqa yerlərə gedirsən, Londona, Parisə və s. baxırsan ki, bu binanın 200, 300, 400 il yaşı var. Romada baxırsan ki, 1000, 2000, 3000, hansısa bu sütunun bir 3000 yaşı var. Yəni, tam fərqlidir İtaliyan tarixi. Sevdiyim tarixlərdəndir. İnşallah bizə də gedib görmək qismət olar İtaliyada. Çünki mən də çox sevirəm, əslində getməyi də düşünürəm. Mənə də ora ayrı bir fərqli və doğma gəlir. Bilirsiniz, Azər bəy, siz müsahibələrinizdə birində qeyd eləmişdiniz ki, bir ölkəni yaxından o bir növ tanımaq üçün, onun mənəvi dəyərlərini, onun mentalitetini biraz şəhərlərdən kəndlərə doğru getmək lazımdır. Çünki Avropada şəhərlər, üzr istəyirəm, biraz bəlkə təvəzzükarlıqdan uzaq səslənə bilər. Avropanı gəzdikcə görürsən ki, aşağı-yuxarı böyük şəhərlər bir-birlərinə oxşayırlar. Özdə bu indi qloballaşma mühitində eyni simalar, eyni aşağı-yuxarı eyni memarlıq və s. Amma bir balaca ki, kəndlərə gedirsən, orada artıq o xalqın, o ölkənin ab-havasını duymaq olur. Milli geyimləri görmək olur, yerli mətbəxi görmək olur. İnsanların adətlərini, ənənələrini, yəni fərqlidir, böyük şəhərlərdən fərqlidir. Necə ki, Bakı məsəl üçün bizim bölgələrimizlə. Bakıda bir həyat hökm sürür, Qəbələdə başqa həyat hökm sürür. Yəni, eyni ilə orada. Və maraqlı olur məncə də. Düşünürəm ki, siz hər dəfə böyük binaları, göydərənləri gördüyümüzə, bir dəfə də onların daxil olub içini istənilən formada o ölkənin qədimliyini də duymaq lazımdır. Azər bəy, bizim bir rubrikamız var. Bu rubrikamız o yoxsa bu rubrikasıdır. Mən sizə indi sürətli formada sualları verəcəm və sizdən cavablamanızı xahiş edəcəm. Mən də gəlir sürətli cavab vereyim, yoxsa? İstəyirsiniz sürətli cavab verin, istəyirsiniz dayanıb cavab verin. Bizim rubrikamız o yoxsa bu. Hazırsınızsa başlayaq. Əziz dostlar, əziz tamaşaçılar, havada qalan söhbətlərdə o yoxsa bu rubrikası Azər Qəriblər. Tək səyahət yoxsa qrupla? Yox, mən buna belə sürətli cavab verə bilmirəm. Çünki həm onu sevirəm, həm bunu sevirəm. Amma tək darıxmıram mən. Aktiv istirahət yoxsa pasiv dincəlmə? Eyni ilə mən. Siz elə sual verirsiniz ki, hər ikisinə, sualın hər iki tərəfinə hə deyə bilərəm. Çünki həm pasiv istirahəti sevirəm, həm aktiv istirahəti sevirəm. Məsəl üçün, böyük şəhərlərdə gərək aktiv olasan. Orada pasiv ola bilməsən. Amma gedirsən kurorta hansısa bir ya dağlara, ya dəniz qırağına, əlbəttə ki, orada aktivliyin yeri yoxdur, gərək pasiv olasan. Yaxşı, əvvəlcədən planlı səyahət yoxsa spontan bir macəra? Mən belə baxıram sizin bütün suallara. Biraz çətin. Eyni cavab verəcəm. Çünki məndə elə olur ki, məsəl üçün, bugün bilirəm ki, birisi sabah yola düşəcəm və elə olur ki, məsəl üçün, mən indi səyahətim var 6 ay əvvəldən, indi mən onu planlaşdırıram. Yəni, ölkəyə baxır, elə ölkə var ki, hazırlaşmaq lazımdır. Amma elə ölkə var ki, çamadanı götürüb yola düşmək olur. Yaxşı, qatarla səyahət etmək yoxsa təyyarə ilə? Öz romantikasına görə əlbəttə ki, qatarla, amma sürətə görə əlbəttə ki, təyyarə. Fotosesiya etmək yoxsa sadəcə oradakı anı yaşamaq? Yox, anı yaşamaq. Bəs tanınan yerlərə getmək yoxsa yeni bir yerləri kəşf etməkmi? Yəqin ki, yeni. Səhər tezdən gəzmək yoxsa gecə gəzmək? Əgər 3 günlük gedirsənsə harasa, adam onu günah sayır ki, gedib yatacaq, orada qədər axşam çıxacaq. Yəni, bütün günü getdiyin yerlə tanışlığa ayrılmaq istəyirsə, ona görə əgər aktiv istirahət isə səhərdən, əgər daha doğrusu yox, özümü çaşdırdım. Hər ikisi yaxşı. Hər ikisi. Hər səhər, hər gecə. Belə bir sual verim. Bələdçili tur yoxsa öz-özünə kəşf? Yox, nabələt yerə gedəndə, məsəl üçün, elə yerlər var ki, bələdçi sifariş edirəm, biləm, düzgün səslənirə yox. Yəni, bələdçinin xidmətlərindən istifadə edirəm. Məsəl üçün, Neapolə gedmişdim, bələdçi ilə gəzdim, şəhəri daha yaxşı gördüm, bildim. Yəni, əgər vaxt azdırsa, bələdçi götürmək məsləhətdir. Çünki ən azından o şəhərin mərkəzinin ən əsas yerlərini gəlib gəzdirib göstərəcək. Adətən 3-4 saatlıq olur belə ekskursiyalar, piyada ekskursiyalar. Və şəhərdə mərkəzdə olan bütün belə görməli yerləri görürsən.
Amma əgər vaxtın çoxdursa, özün gəzirsən, özün internetlə baxırsan, Kəşf Google-dan kəşf edirsən. Biraz orada, biraz burada. İndi siz getdiyiniz o dövrlərdə bu çətin olub qeyd elədiyiniz kimi, internet yox və müxtəlif indiki tətbiqlər yox, amma indi rahatdır, baxırsan və gəzirsən. Biz o vaxt xarici bilirsiniz, biz bədii ədəbiyyatdan öyrənirdik. Məsəl üçün fransız yazıçılarının əsərlərindən Parisi öyrənirdik, ingilis yazarların kitablarından Londonu öyrənirdik, nə bilim Mark Twain-i oxuyanda Amerikanı təsəvvür edirdik. Yəni biz daha çox bədii ədəbiyyatdan öyrənirdik və o şəhərlərə maraq məsələ şəxsən məndə bədii ədəbiyyatdan gəlib. Mən o yerləri görmək istəmişəm. Əsəri oxuyuram, Jack London olsun, Mark Twain olsun, nə bilim Hemingway olsun və o yeri özü orada təsəvvür edirsən və illər keçir, gedib oraya görürsən, tam başqa hisslər. Təbii ki, tam başqa hisslər keçir. Son olaraq belə bir sual. Qış səyahəti yoxsa yay istirahəti mi? Eyni, cavabım eyni olacaq. Hər ikisi yaxşıdır, amma mən nə qış, nə yay, mən bahar və payız istirahətini daha çox sevirəm. Çünki soyuqdan da xoşum gəlmir. Amma istiyə dözümüm var, soyuqdan çox istiyə dözümüm var. Amma sevmirəm, yəni çox isti olanda. Bilirsiniz, adamın haifi gəlir, xərclədiyi pula gedirsən bir, misal üçün deyim sizə, məsəl üçün avqustda gedərsən Romaya və burnundan gələr bütün səyahətin, o qədər isti olur, o qədər cırcırama, yəni gördüyün gözüvə görsənmir. Ona görə məsləhətim odur ki, biraz daha münasib mövsüm seçilsin istirahət üçün. Azər bəy, biz istəyərdik elə ikinci rubrikamıza keçid alaq. Bu rubrika düşünürəm ki, bəlkə də sizi daha çox çətinə sala bilər. Buna da sürətli cavab versiniz, əslində bizim üçün yaxşı ola bilər. Mən ölkələri bu dəfə sizə sual verəcəm, ölkələri müqayisə edəcəm və siz o ölkələrin biri ilə də gedə bilərsiniz və hər dəfə dəyişə bilərsiniz. Başlayaq mı? Belə bir iki ölkə ilə başlayırıq, maraqlı ölkələrdir. Tayland yoxsa İndoneziya? Tayland. Tayland yoxsa Yaponiya? Mən üzr istəyirəm, amma məsəl üçün İndoneziyadır. İndoneziyanın Bali yeri var, məsəl üçün Balini mən Taylanddan üstün tuta bilərəm. Amma ölkə olaraq Taylandı İndoneziyadan üstün tuta bilərəm. Turistik nöqteyi nəzərdən. İndi mən hansını deyim bəs? Siz turistik nöqteyi nəzərdən desəz, məncə daha yaxşı olar ümumiyyətlə. Əgər İndoneziya Bali kimi anlaşılırsa, onda Bali, İndoneziya. Onda İndoneziya yoxsa Yaponiya? Yaponiya. Yaponiya yoxsa Cənubi Koreya? Cənubi Koreya. Cənubi Koreya yoxsa Yunanistan? Yoxsa? Yunanistan. Cənubi Koreya. Cənubi Koreya yoxsa İspaniya? Mentalitetə görə İspaniyaya. İspaniya yoxsa Peru? Peru'da olmamışam, ona görə Peru. Aha. Peru yoxsa Portuqaliya? Portuqaliya. Portuqaliya yoxsa Norveç? Portuqaliya. Norveç soyuqdur, mən soyuqdan xoşum gəlir. Məncə bu biraz sizin üçün çətin olacaq. Bundan sonrakılar. Portuqaliya yoxsa İtaliya? İtaliya. Davam elə yoxsa burada dayanaq qoyasınız? Cavablar bəllidir. İtaliya yoxsa Fransa? İtaliya. İtaliya yoxsa Almaniya? İtaliya. İtaliya yoxsa Montenegro? İtaliya. İtaliya yoxsa Xorvatiya? Mən öncədən hamısını İtaliya deyirəm. İtaliya, bəli. Mən bildim ki, əslində biz bura gələndə burada artıq dayanacağıq. Bu doğrudan da mənim artıq yenidən bir həvəsimin yaranmağına səbəb ola bilər. Azər bəy, sizin bu İtaliyaya belə bir sevginizin olmağı. Təşəkkür edirik bu rubrikalarda iştirak etdiyiniz üçün. Mən sizə indi belə bir sual vermək istəyirəm. Bilirsiniz, önümüzə çox çıxır bəzən, xüsusilə müxtəlif PR kampaniyalarında, reklamlarda az büdcə ilə çox yeri gəzmək. Bu bəzən insanlara real gəlir, bəzən də qeyri-real. Bu doğrudur, yəni az büdcə ilə biz bir çox ölkəni gəzə bilərikmi? Bir çox deməzdi, bir neçə ölkəni gəzmək olar. Bilirsiniz, yenə deyirəm də, indiki imkanlar fərqlidir. Bizim vaxtlarımızda o qədər imkan yox idi. İmtiyazlar çoxdur, xüsusilə gənclər üçün xaricdə imtiyazlar çoxdur. Tələbələr üçün, məsəl üçün, nəqliyyat imtiyazları var, hostellər var, məsəl üçün, gecəsi $10 qalmaq olur. Eyni ilə də aviabiletlər. Məsəl üçün, hərdən baxırsan, Bakıdan Romaya 100 manata, 200 manata gedib gəlmək olur. Yəni, zamanında baxsan, axtarsan. Yəni, sualınıza qayıdaraq, mən deyirəm. Amma onu yəqin ki, siz demiş, öncədən planlamaq lazım. O öncədən, yəni elə deyil ki, mən deyim, bir həftə. Biz, ümumiyyətlə, Azərbaycanlılar, mən də Azərbaycanlıyım, ona görə də özümü ayırmıram. Biz
çox vaxtı otururuq, sonra bayramlara bir həftə qalmış. Deyirik ki, bəs Novruz bayramı gəlir, harasa gedək, neyniyək? Bir də baxırıq ki, qiymətlər baha, başlayırıq gel-gil eləməyə ki, biletlər yaman baha idi. Bu bileti 6 ay, 7 ay əvvəldən almaq lazımdır ki, münasib qiyməti olsun da. Yəni bu ticarətin qanunudur. Məsəl üçün bizi fərqləndirən faktorlardan biri də odur ki, xaricilər öz istirahətlərini illər öncə planlayırlar. Məsəl üçün, mənim bir dostum var İngilis, danışırıq, deyir, bəs yayda hara gedəcəksən? Deyirəm, hələ bilmirəm. Deyir, mən hələ bu ilin, 26-cı ilin yayını mən planlaşdırmışam ki, filan yerə gedəcəm. Yəni, bax, xaricilər belə yanaşırlar səyahətlərə. Bizlər müəyyən... Biz, İtalyanlar kimi. Ona görə viza məsələsində problem yaranır, gedə bilmirik. Müxtəlif istədiyimiz səyahəti də eləyə bilmirik. Azər bəy, belə bir sual vermək istəyərdim. Çox ölkə olmusunuz, çox ölkədə gəzmişsiniz və müxtəlif təcrübələriniz var. Və elə bir ölkə olubmu orada doğrudan da mədəniyyət şoku yaşamısınız və yaxud sizi çox təəccübləndiribmi? Yəni yadınıza da gələn. Mən həyatımda 2 dəfə şok yaşamışam. Biri müsbət şok idi, biri mənfi şok. Mənfi şoku Hindistana birinci dəfə gedəndə yaşamışdım. Çünki o qədər mən acınacaqlı mənzərələr gördüm orada. Düzdür, sonra ölkəni sevdim, ondan sonra 3-4 dəfə getmişəm. Amma ilk səfərimi deyirəm, şok yaşamışdım. İkinci şoku isə Yaponiyada yaşamışdım. Bir 20 il bundan əvvəl 2 dəfə Yaponiyaya gedəndə orada mən şok yaşadım. Çünki o vaxtlar belə necə deyim, elə bil ki, o vaxt hələ 20-ci əsr idi. Mən fikirləşirdim ki, bu yəqin 22-ci əsrin ölkəsidir. O qədər orada rəqəmsallıq inkişaf etmişdi, o qədər texniki cəhətdən ölkə inkişaf görsənirdi, o qədər belə qabaqcıl texnologiyalar, insanların həyata yanaşması, belə həqiqətən də şok yaşamışdım. Bax, həmən şoku mən bu yaxınlarda Çinə gedəndə yaşadım. Mənim təsəvvürümdə Çin indi ötüb Yaponiyanı. Bu artıq 3-cü bir şok ola bilər, amma müsbət xarakterli şokdur. Artıq şok deyil idi, amma yox, şok da demək olar. Yəni təəccübləndirmişdi, mənə çox təəccübləndirmişdi. Mən Çində olmuşdum ilk dəfə Pekin Olimpiyadasında, o da bir 20 il bundan öncə idi yəqin ki. Ölkə inkişaf edirdi, mən görürdüm ki, inkişaf etmiş ölkədir. Amma bu dəfə getdiyim, yəni nə keçmir, 20 il nədir ki, tarix üçün heç nə, bir saniyə. Amma o qədər ölkə dəyişib, o qədər belə, biz hərdən belə biraz yuxarıdan aşağı aramızda dedi, bu Kitayskidir. Mən oradan qayıdandan sonra o, bu Çin malıdır, mən buna yuxarıdan aşağı baxım, o artıq məndə yoxdur. Çünki onlar, deyirəm də, inanılmaz dərəcədə inkişaf ediblər. Yəni, əslində doğrudan da rəqəmsal transformasiya məsələsi orada, yəni bugünkü gündə bütün dünyaya, elə qərbin özünə də onlar bunu şamilləvi göstərir. İnsanlar oturub dronla yemək sifariş verirlər. Yəni, bu qədər, bu hansı bir səviyyədə artıq inşallah biz də yavaş-yavaş sürücüsüz taksilər gedir. Təbii, yəni. Bizə hələ onu olsa, burada mən inanmıram ki, kimsə ürəklib, ki, məni hara aparacaq, bu bilmirəm sürücüsü. Sürücülü taksiyə oturmağa qorxuruq, qalmışdı ki, sürücüsüz. Azər bəy, siz vurğuladınız, məsələn, yayda Romaya gedəndə, bu bizim üçün isti ola bilər, bəlkə də xoşumuza gəlməz bir, necə deyim, bizim üçün səyahət ola bilər. Bəs sizin olubmu? Ümumiyyətlə, kaş bura gəlməzdim dediyiniz bir ölkə və yaxud yer olubmu? Yox, o məndə olmur. Bu sualı mənə tez-tez verirlər. Mən həmişə deyirəm ki, məni turistdən fərqləndirən odur ki, mən getdiyim yer haqqında heyfsilənmirəm. İstənilən halda bu mənim üçün yeni təcrübədir, yeni tanış olduğum yerdir, ən azından bir yeni ölkədir, siyahıda yeni ölkədir, təəssüratlarım da yenidir. Amma turist elədir ki, məsəl üçün, ildə bir dəfə ya 2 dəfə məzuniyyətə çıxacaq və o gedib o yerdən xoşu gəlmirsə, məyus olur. Çünki bir il gözləyirdi ki, gələcək, buradan gəzəcək, hansı pozitivlik qazanacaq və gəlir nəticədə görür ki, ürəyincə olmadı. Yəni, xərclədiyi pula heyfi gəlir, xərclədiyi vaxta heyfi gəlir. Məndə o problem yoxdur, çünki yenə də deyirəm də, məsəl üçün, mən ölkələr var ki, deyirəm ki, bir də bura gəlmərəm. Məsəl üçün, Əfqanistana bir də getmərəm. Səbəb? Amma belə zərrə qədər də heyfsilənmirəm ki, mən ora getmişəm. Orada hər hansısa bir xoşa gəlməz? Yox, sadəcə ölkə acınacaqlı vəziyyətdədir. Yəni, o qədər qürurlu xalqdır, çox belə qonaqpərvər, mehriban.
Amma əfsuslar olsun ki, tarix belə, taleyləri belə gətirib ki, elə ömür boyu onlar müharibə içindədirlər. Ona görə gedərdim. Vəziyyət düzələndən sonra bir 5 il, 10 il sonra Allah mənə ömrü versə, bəlkə də o vaxt gedə, amma yaxın zamanlarda getmək istəməzdim. İstəmirəm o insanların bilirsiniz, belə yerlərə gedəndə insanların yaşadığı şəraiti görəndə necə zülm içində yaşayırlar, necə acınacaqlı, ac-yalavac insanın könlü sınır da, ürəyi qırılır. Təbii. İstəmir bir də Yəni gəlsin. görmək istəmədiyiniz mənzərələr. Elədir. Bəs varmı hədəfiniz? Məsələn, mən buranı görməmişəm və görmək istəyirəm, belə bir dediyiniz. Mən xəritədə olan bütün ölkələri görmək istəyirəm. Sadəcə ətrafların hamısını görmüşəm, o uzaqda olanlar isə biraz həm çox uzaqdır, həm çox bahadır. Yəni gedib çıxmaq bahadır. Bu paradoksdur. Məsəl üçün, ölkə var ki, ora gəlirsən ucuzluqdur. Yəni cənnətdir də, 1-2 dollara bir yemək yeyərsən, 5-6 dollara gecəni qalarsan. Yəni belə imkanlar var. Amma gedib çıxmaq uzaqdır da, 20 saat, 24 saat. Məsəl üçün, Avstraliyadır, Yeni Zelandiyadır və yaxud siz bir adını çəkdiyiniz Perudur, Çilidir, Ekvadordur, oraları da görmək istəyərdim. Hələ ki biraz saxlamışam sonraya. Amma ümid edirik ki, yəni siz İnşallah. o hədəfinizə təbii çatacaqsınız. İnşallah. Bir də bilirsiniz, insanları həmişə narahat edən nə olur? Təbii ki, o mətbəx. Bunun yolunu necə tapırsınız siz məsələn? Bunun yolunu istənilən yerdə ya ərəb restoranları var, ya türk restoranları. Aha. Ona görə biraz bizim ağız dadımıza yaxın olan təamları tapırsan orada, yeməkləri tapırsan. Bəs belə mətbəxini bəyəndiyiniz başqa bir ölkə var? Yox. Yoxlamırsınız ümumiyyətlə? Yox, yoxlayıram. Mən istənilən yerdə yerli mətbəxi dadmışam, amma indi bilirəm bu komplementar səslənəcək, amma Azərbaycan mətbəxinə çatan yoxdur. Yəni mən bu gəzib görən insan kimi deyirəm. O çeşid, o dad heç yerdə yoxdur. Var müxtəlif, məsəl üçün ayrı-ayrı yem, məsəl üçün Taylandın tom yam supları var. O xoşuma gəlir, belə acılı supdur. Nə bilim, fransızların qurbağaları var, o da pis deyil. Toyuq dadına hardasa verib biraz bizə xatırladır. Amma deyim ki, hansısa mətbəxin vurğunuyam. Məsəl üçün, mən dostdaşlarım vardı. Ay, mən İtalyan mətbəxinin vurğunuyam. Okey, mən də yəni, sevirəm, yeyərəm, amma vurğunu deyiləm. Aha. Yəni ona görə gedəndə də biz o mətbəxi dəyişmək istəmirik. Yəni, o istəmirik. gelmirəm. İllərlə olmasa yadıma düşməz. Azər bəy, hər səyyahın olur müxtəlif, yəqin ki, səyahət zamanı dostları. Mənə bu biraz əşya baxımından varmı? O sizin də 3 əşyanız ki, həmişə yanınızda olmalıdır səyahət edən zaman. Telefon, kredit kart və portmone. Artıq müasir dövrün tələbləri deyə. Bu uzun illər öncə kompas xəritə olubsa, artıq bunlar kifayət edir. Və bizim artıq son sualımız və bir rubrikamız qalıb. Mən istəyərdim ki, rubrikanı eləyək və daha sonra sizdən son sualla da verilişimizi yekunlaşdıraq. Top 5 rubrikamız var və top 5 rubrikamızda siz mütləq gedib görülməli olduğunuz, yəni bizim izləyicilərin görməli olduğu 5 ölkə. Azər-Qərbə görə bizim üçün hansı ölkələr ola bilər? 5-dən başlayaq, istəyirsinizsə 1-ə doğru gələk. 5'lik olaraq deyə bilərəm ki, məsəl üçün, insan ola bilsin ki, imkanı olmayacağına basa, ola bilsin ki, görməzsin. Amma yəni bunun qabağına məqsəd qoya bilər ki, Parisi görməlidir, Londonu görməlidir, Romanı görməlidir, Tokionu görməlidir, Pekini görməlidir. Elə 5 oldu. 5 oldu artıq. Bunları görmək və təcrübəni Rionu görmək. Yəni 5-dən artıra bilərəm. Məsələn, Rio de Janeiro'dur, ən sevdiyim şəhərlərdən biridir. Yəni bax, belə. Artıq top 10-luğa doğru gedirik deyəsiniz, saydığınız ölkələr. Saya bilərəm, onu saya bilərəm, problem deyil, saya bilərəm. Azər bəy, son olaraq sizə belə bir sual vermək istəyirəm. Bu qədər ölkə gəzmək, bu qədər insan, mədəniyyət və xalq tanımaq Azər-Qərbə nə öyrətdi? Bəlkə nikbinliyə öyrətdi, bəlkə həyat sevgisini artırdı, yaxınlara daha çox dəyər verməyə. Çünki siz gedirsən 5 gün, 10 gün qıraqda olursan, darıxırsan, ev üçün darıxırsan, nəvələr üçün darıxırsan, uşaqların üçün darıxırsan, ailə üçün darıxırsan. Belə şeylər, yəni bu insani dəyərləri bəlkə daha çox anlamağa kömək elədi. Və hələ sizin yolunuz bu səyahətdə uzundur. Çünki xəritəyə baxanda ölkələr çox və biz inanırıq ki,
bu yola çıxmısınızsa sona qədər gedəcəksiniz. İnşallah. Biz ilk buraxılışda sizlə qonaq eləməyimiz və sizlə müsahibə aparmaq bizim üçün çox xoş oldu. Çünki mən özüm də bugünkü gündə xüsusilə televiziya sahəsində çalışıram, ümumiyyətlə media sahəsindəyəmsə, bunun səbəbkarı sizsiniz doğrudan da. Çünki biz uşaq idik, siz o dövrdə televiziyada artıq səyahət verilişləri aparırdınız və biz ona baxırdıq. Mən həmişə baxırdım və deyirdim bir gün mən də belə bir aparıcı olacağam və yaxud dünyanı keçəcəm. Aparıcı olduq. Ümid edirəm ki, bir gün dünyanı da gəzməyə başlayacağam sizin kimi. Çox sağ olun bir daha. Təşəkkür edirik. Siz sağ olun. Mən uğur diləyirəm sizin yeni layihənizə. Xeyirli olsun. Bir daha təşəkkür edirik Azər bəy gəldiyiniz üçün. Əziz dostlar, bizim çəkilişimizdə göstərdiyi dəstəyə görə Avidesk Travel şirkətinə öz təşəkkürümüzü bildiririk. Siz də videonu bəyəndinizsə bəyənməyi, like atmağı və eyni zamanda şərh yazmaq. Təbii ki, kanala abunə olmağı unutmayın. Xudahafiz.